Hamı sabahı xeyir olsun. 9 avqust 2026-cı il tarixidir. Yay fəslinin 50-ci günüdür. Səfər ayının 26-cı günüdür. Səfər ayının son həftəsinin son 7-ci bazar günüdür. Həftə içinin istirahət günlərindən sonuncusudur. Və hər birimizə bu istirahət gününü gözəl istədiyimiz şəkildə keçirməyi arzulayıram. 9 avqust günündə istirahət günü olmağına baxmayaraq, işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzli, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan bir bazar günü 7-ci günü keçirmələrini arzulayıram. 9 avqust günündə kimlər ki, təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan, zehin açıqlığı, yol açıqlığı, iş əvadlığı olan bir bazar günü 7-ci günü keçirmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq bütün demək Azərbaycan Respublikası üçün, eləcə də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişsinlər. Eləcə də 9 avqust günündə kimlər ki, müəllimlərin işə qəbulu, sertifikasiya imtahanının müsahibə mərhələsinə hazırlaşır və hər birinə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş əvadlığı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, can sağlığı olan, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan bir 7-ci günü, bazar günü keçirməyi, eləcə də müsahibə mərhələsindən də uğurlar əldə etməyi arzulayıram. Müsahibə mərhələsinə hazırlaşanlara isə can sağlığı ilə bu müsahibə mərhələsini də başa vurmalarını arzulayıram. Eləcə də müəllimlərin işə qəbulu, sertifikasiya imtahanından uğursuz nəticə göstərənlərə də can sağlığı arzulayıram, ruhdan düşməməyi, böyük ruh yüksəkliyi ilə yenidən imtahanlara hazırlaşaraq, imtahanlarda iştirak edib yüksək nəticələr əldə edərək, yaxşı bir işlə təmin olunub ruzilərini qazanmalarını arzulayıram. 9 avqust günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 9 avqust günündə kimlər anılır, xatırlanır, yad edilir, ruhları şad olsun, onları xoş, eləcə də gözəl xatirələrlə anmağımızı, yad etməyi, xatırlamağı hər birimizə arzulayıram. 9 avqust günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh əminamanlıq, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan bir bazar günü 7-ci günü keçirmələrini arzulayıram. 9 avqust günündə kimlərin ad günüdür, şad günüdür, peşə günüdür, eləcə də işə qəbul günüdür. Hər birinə can sağlığı arzu edir, təbrik edirəm, müvəffəqiyyətlər, uğurlar arzu edirəm. 9 avqust günündə də tarixi hadisələr baş vermişdir. 9 avqust günündə baş verən tarixi hadisələr isə bunlardır. 9 avqust Cənubi Afrika Respublikasında Milli Qadınlar Günüdür. Bütün qadınlarımıza can sağlığı arzulayıram. Bütün qadınlarımızı Allah qorusun. Hər birinə öz incəlikləri ilə, zəriflikləri, lətafətlikləri, rəşadəti, mərdlikləri ilə öz ölkələrini layiqincə təmsil etməyi arzulayıram. Eləcə də 9 avqust 1173-cü ildə Pisa qülləsinin tikintisinə başlanıldığı gündür. 9 avqust 1483-cü ildə Sistine kapellasının istifadəyə verildiyi gündür. Eləcə də 9 avqust 1940-cı il Berlin və Bağdad arasında dəmir yolunun tikintisinin başa çatdığı gündür. 9 avqust 1945-ci ildə
İkinci Dünya Müharibəsi ərəfəsində Yaponiyanın Nagasaki şəhərinin atom bombardımanına məruz qaldığı gündür. 9 avqust 1962-ci ildə müğənni Robert Seaman adını dəyişdirərək Bob Dylan adı ilə tanınmağa başladığı gündür. 9 avqust 1965-ci ildə Singapur Malezyadan ayrılaraq müstəqil olduğu gündür. 9 avqust 1974-cü ildə Watergate qalmaqalı nəticəsində Richard Nixon Amerika Birləşmiş Ştatları prezidenti vəzifəsindən istifa verdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.